Golden Retriever balalarına iğne vururuq. Peyvənd 50 günləri tamam olub. Keçən ildə erkək idi, 6 dənə balaydı, erkək idi eynən, elə bu ildə. Bilmirəm nədəndir, bunların yiyələri cəllabatlıdır bəlkə, ona görə hamısını erkək verir. Ola bilsin, dostumuzdur. İndi bu peyvəndə bıraq ona və xəstəlikdən qorumuş olaq. Ha, burada gizlənmişsiniz siz. Gəlin bura, gəlin görün bura. Bunlara baxın hələ. Ha, iğneden qorxursunuz, bıracam onu sizdə. Bu da Zeynon-Hutla Kanikorsunun cütləşməsi nəticəsində dünyaya gələn bir bala. Planlaşdırılmamış cütləşmə olubdu. Görün nə maraqlıdır. Atası Kanikorsudur, anası Zeynon-Hut. Nə qəşəng oğlan sənsən. Çox maraqlı alınıbdı. Kanikorsu ilə Zeynon-Hut karışığı belə bir şey olur dostlar. Malades. 2 ay yarımlıqdır, onu da xatırladım. Amma çox iridilər.